Cheers, 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 cheers. Ay, paltarlar gəlir deyəsən. Şeylə qurban. Ay bəy, ay yenə nə şey paltarlar gəlir. Hə. Üşənə mən qurban olum, ay Məlik. Ay Məlik, görəm mən baxım sən yedizdirirsən, Məlkiyə sən baxırsan mən yedizdirim. Hə? Mən baxım tamam. Sən uşağım yoğurtun yedizdir. O tərəfə çön sənə baxım. Xanımlar görə qəşəngdir. Nənəsi buna qurban. Görün nə qəşəngdir. Bir yaxınca görək. Ona görə də xanımlar geyindirmədən bilmək olmur. Hə, bu ayaqqabı hə yaxşıdır. Dəyişdik, ikisi də 23 geyindirdik. Çünki üstdəkilər tökülür materialda belə böyük kimidir. Əyninə böyük deyil ha. Bəyəm model odur. Cibində də budur xanımlar. Amma belə altını bilmirəm. Məlik gətir. Gətirsən. Gətir. Gətir mənə qurban. Yavaş. Apar qoy ora. Yavaş, 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 yavaş. Ay sağ ol. Ay sağ ol. Tələsmə. Ged o birislər gətir. Tez nənəsə kömək edir yenə. Bir dənə gətir. Ay Allah, ikisini də gətirir. Ay Allah, ikisini də gətirir. Keş görüm. Xanımlar. 2 dənə apar əlində. Ay balası olursa əlləri kəsər. İkisini birdən gətir. Sənə mən qurban olum. Necə də əllərini keçirdim. Xanımlar baxın. Sənə mən qurban olaram. Nönən sənə qurban. Bir işdə görəndə deyir mənə əl çalın. Xanımlar, səhər gedəcəyik. Yenə Günay Məmməlik. Gedəcəyik. Balam üçün batinka alım. Ya nə bilim, krasovka alım. Ondan sonra bir dənə 2 dənə sviter alım, bayraq geyinməyə. Evdə var, evdə geyinməyə hər şey var. Bir dənə 2 dənə sviter alım balama. Ondan sonra həyətdə geyinməyə belə jilet kimi qalın. Keçən dəfə xoşumuz gəlmədi Ayxanla. Elə bir şey alım. Belə də. Ora gedəcəyik. Elə oradan da biraz işimiz var, gedəcəyik. Oradan da xanımlar nə etmək istəyirəm? Məlik, gəl, bəs nönə qaldı tək qorxuram. Mən gəl mənlə birlikdə gedək. Gəl nənənin yanına. Yavaş yıxılarsan. Xanımlar, heyva alacağım. Nar alacağım, feyxu alacağım. Bəs olan Portuqalı baxı. Deməli, burada 2, 4, 6, 8, 10, 12 dənə banka var. 2 dənəsi də balkonda var. 3 də bu 17. Bunlar da aparıram, içiləcək də. Axşam elə içiləcək. 17. İndi lazım olsa yenə də götürərəm. 2 kilo heyva alacağım, 2 kilo feyxu alacağım. 1 kilo da nar alsam bəsdir. Hə, qoy olsun da kapırtdan da olsun. Xanımlar, evdən çıxırıq. Yeməklərimizi hazır edirik ki, evə gələndə yeməklərimiz hazır olsun. Burada lobiya bişirəcəm, lobiya çırpması. Burada da yenə xanımlar, danət ilə souz edəcəm. Günay da spagetli ilə toyuq ət edib. Bir yerə çıxanda biz həmişə yeməyi hazır edirik, çox sonra. Yeməyi hazır edirik, o zaman rahat olur da. Getdiyimiz yerdən gələndə insan yorğun olur. Biz gedib gələnə qədər, məsələn, işə gedən olur, işdən gələn olur. Ona görə yemək hazır olanda yaxşı olur. Xanımlar, lobiya çırpması. Burada Günay spagetli ilə dibə edib. Burada. Xanımlar, soğuz deyərkən noxud datdım içərisinə. Yeməklərim hazırdır. Günay bişirir spagetli ilə. Mən də çırpmanı etdim, lobiya çırpmasını. Və bu soğuzlu, bozbaşlı nədir bunu etdim. Allah min bərəkət versin. Olanımıza şükür. Xanımlar, maması Məlki geyindirir, Məlkinin səsi gəlir. Mən də onları gözləyirəm. Hava da yaxşıdır. Maşallah, Məlik xanımlar, keçən videoda, dünən paylaşdığım videoda dedim ki, Məlik biraz rahatsızdır. Böyle bir dənə dünən idi. Maşallah, maşallah keçib. Yəni o cür uşaq, yəni vaxtından erkən doğulmuş uşaq, özünüz bilirsiniz, çəkisi az, küvez qalan bir uşaq.
Maşallah, maşallah. Heç xəstələnmir. Belə də, yəni təsadüfən də və bir günlük qızdırması olar, ya askırar, ya öskürər, o ilə də keçər. Nənəsi ona qurban. Yoxsa məni rahatsız olsaydı çıxa bilməzdik. Cheers, 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 cheers. Ay, paltarlar gəlir deyəsən. Şeylər qurban. Ay bəy, acına nə şey paltarlar gəlir. Hə. Qorsa keçən paltarlar gəlir. Qəşəng olsalar da, uzaqdan qəşəng görünürlər. Yaxından. Elə məliyə aldıqlarımızdır, bunlar balacadır. Böyükləri də var. Üşənə, mən qurban olum, ay Məlik. Ay Məlik, çiş-gülüm belə. Nənəsi buna qurban. Güləm, mən baxım, sən yedizdirirsən, Məlkiyə, sən baxırsan, mən yedizdirim. Hə? Mən baxayım, tamam. Sən uşağım yoğurtunu yedizdir. Get. Uşaq evdə yeyirdir, taksi gəldi, çıxdıq. Hə, sən yedizdir, mən baxım, sonra da mən balama baxaram sən. Nə qəşəngdir, bunlar neçədir bir? 19. Bax, çitayındır bunlar, türkən yoxdur. Niyə? Amma qəşəngdirlər, neçə? Materiallar çox qəşəngdir, 19.80. Ana qiymət, 19.80. Hə, belə qəşəngdirlər axı. Adətən eşitmişik çitayınçılar pis olur, amma yaxşıdırlar. Bu rəngləri də var, nə qəşəng. Türkən yoxdur. Yox, ancaq körpəyə aiddir Türkiyənkilər. Yox, niyə belə yoxdur? Bu yaşlı uşaqlara niyə yoxdur ki? Həmişə alırdım axı mən buradan. Həmişə mən buradan alırdım axı. Sevindim, uzaqdan gördüm, sevindim. O biri qəşəngdirlər. Qəşəngdirlər. Biraz böyük uşaqlara. 29.90. Ayalı qarası da var. Qara rengi də var. Neçədir bu? 24.50. Özü qiymətləri də qəşəngdir ha, heç belə ucuz da deyil. Kitay deyirik, amma ki Bütün material da qəşəngdir. bu Temudan hamı məhsul vurur. Onlar kitayındılar da, hə. Amma demək yaxşıları var ki, cəmaat vururdu özünə. Mən heç vurmamışam, bilmirəm. Kitayındır, Trendyol Türkiyə. O Trendyol heç oradan vurmuşam, amma Temudan heç vurmamışam, bilmirəm. Yəni amma görürəm ki, cəmaat çox vurur. Demək orada da yaxşı məhsullar var da. Bunlar çox qəşəngdirlər, xanımlar. Bax Məlikə görə özü ucuz da deyirlər də. Yəni evciyimi 24 manat. 50 qəpik. Qiyməti verirsən bizdə 24 manat 50 qəpik. Şalvar. Yəni o açardı şalvarını baxardım da mən. Xanımlar, Kitay ilə adını pis eşitmişik ki, Kitay pisdir, amma çox qəşəngdilər. Görürsünüz, şalvarı zadı çox qəşəngdir. 24 manat 50 qəpik, hə? 50 qəpik. Hə, qoy öbürslərə də baxın. Qəşəng penjama istəyirəm balama. Qəşəngini istəyirəm də. Bu qəşəngdirlər. Qolluq qəşəngdirlər. 15 manat 50 qəpik. Xanımlar, Trendyoldan ki, Məlikə penjamalar vurmuşam. Nənəsi onunla qurban, balama balaca olur. Həm istər-istəməz yuyulanda girir. Pambıq materialdır onlar, qəşəngdirlər. Girirlər, biz də elə deyirlər də, yəni balacalaşırlar. Həm üst-üstümüz balam böyüyüb də, indi lap balaca da olsa balam böyüyür də. Nənəsi ona qurban, ayağı qəşəngdir. Xanım, bunun şalvarını çıxart baxım da, zəhmət olmasa. Bax, onun. Onun yox, bunun. Xoşum gəldi bunu, hə. Belələri də var. Demək, Kitaydan, Temudan cəmaat vurur, belə qəşəng məhsullar da var. Demək. Bu neçədir? Bu 11. 11.50. 11.50. Bu da qəşəngdir, amma bu lap qəşəngdir. Ona baxın xanımlar. Hə, bu lap qəşəngdir xanımlar, içi də. Yo, buna xoşum gəldi. İçi də. Qalındır. Görürsünüz xanımlar. Penjamadır da məncə bu. Bəli, bəli. Hə, penjama. Nənəsi qurban. Balam penjamaları balaca olur. Bu incədir. Bu çox incədir. Bu ya biraz
Yaz falan üçündür də. Xanımlar 11.50-yə. Amma bu neçədir? Bu qalındır. Hə, bu 15.50. Hə, buna xoşum gəldi. İndi mənim nəvəmə görə verin də bir dənə. Bundan vereyim. Hə, ondan. Xanımlar, hələ mama bala onlar yemək yedizdirir balasını. Buna xoşum gəldi. Qəşəngdir, içi də qalındır. Üstü oğlana uyğundur, özü də yaşıl maşın, hə. Hə, buna xoşum gəldi. Sonra belə də var. Belə biraz böyük uşaqlara görədir də. Öyle bunlar da o qiymətədir. Amma bunlar incədirlər. Görürsünüz, bunlar incədir. Bunlar incədir. Amma bu qəşəngdir. İndi qış üçün qəşəngdir. Görürsünüz. Görür üstündə nə yazılıb ki? Hə, pijamadır xanımlar. Baxın kimi bilinir onsuz da. Bəzən eşofmanlar elə pijama ilə belə ev geyimi də pijama ilə bir-birini oxşuyurlar. Amma baxın kimi bilinir ki, pijamadır. Hə, onu zəhmət olmasa kassaya qoyun da. Hə, onu kassaya qoyun. Görək, nə var sonra. Belə bir şey istəyirəm, amma içi biraz qalın olsun, qəşəng olsun. Keçən dəfə Ayxanda var idi, xanımlar. Geyindirdik, sonra sizə demədim onu. 39 manat. Xanımlar küçtüyündülər, amma qəşəngdilər də. O olmadı Məlik. Onun modeli pis idi, uzun idi. Belə oldu ha əyninə. Amma belə uzun oldu. Məlik də balaca uşaqdı, pis oldu da. Bu çıxır, bu altdan da, bu nədirsə. O var troykada. Köynəyi, balonkası, şalvarı. Bunlar neçəyədir? 39-a. Elə o tək 39-a, bu da... Yox, yox, bunlar dəstir, sadəcə ütülür. Hə, dəstir. Troyka, yəni 6 da var. Köynəyi var. Hə, bir o deyil, xanımlar. Hə, köynəyi var, mənə bir şalvarı var. Köynəyi də var, şalvarı da arxasında. Hə, şalvarı da var. Hə, nə qəşəng. Ay, xanımlar baxın. Çox qəşəng. Bu bayrıq da geyindirmək olar da, hə. İndi belə çıxır da, bazara, dükana, məsələn. Baxça yolu. Hə, nə qəşəng, xanımlar baxın. Çox qəşəngdir, nənəsi ona qurban. Nənəsi ona qurban. Xanımlar, balam elə cins... Nədir, kurtkasında qalıb. Bir də qalın kurtkası vardı. İndi onun vaxtı deyil axı. Ona görə cins də biraz nazikdir. Bayla bu qəşəngdir. Balama olar görəsən. Bundan biraz balacası var. Birdən bu böyük olsa. Hə, var. Var. Günay. Gəlin görün nə var burada. Buna bax. Can nənə. Yedin. Yedin nənə qurban. Yedin. Hə, Günay buna bax. Bu şalvarıdır. Uy. O bu da qəşəngdir. İndi bunu geyindirək Məlikə baxaq. Bu da altdan köynəyidir, bu da kutkasıdır. Nənəsi qurban. Bunu geyindirək baxaq. Əgər böyük olsa, balacası da deyil var. Məlik, keç görüm o tərəfə. Keç görüm o tərəfə. Nənəsi buna qurban. Bax görüm mənə. Məlik, nənən sənə qurban. Balam qalıb bir dənə sviterin içində. Balamın təzə sviteri zadı yoxdur. Günay pijama seçdim. Gəl. Gəl, sən də bax da. Buna bax içinə. Qalınlığına. Qalın. Şalvarına bax. Şalvar atdı. Sən də bax, sən də xoşuna gələn birini seçdin. Qəşəngdir, bayıldım. Günay mənim zövqümü bəyənir ki, 15 modellik gün qəşəngdir. İştahindilər, amma qəşəngdirlər. Cəmaat ona görə Temudan vururuq. Biz Temudan bazarmırıq, qaynana gəlin bilmirik. Yox, bunlar da qəşəngdir. Bax gör. Bu mavidir, o yaşıl. Amma yaşıl daha qəşəngdir məncə. Sən də bax da, hansı qəşəngdir? Qəşəngdir, sən götürün də qəşəngdilər. Hə. O yeri bir biraz ağ kimidir. Başa düşdün? Hə. Amma bu ondan evi qəşəngdir. Sənə nənən qurban. Git bax, görmür mənim oğlum nə istəyir? Git mənim ürəyim. Xanımlar, əslində bundan da çox xoşum gəldi. Qiymətini də göstərim. 19.80. Bu rəngdən çox xoşum gəldi. Amma dedim, bu da yaşılda, yaşılın açığıdır. Məlicə yaşılın tündüyünü almışam. Ona görə fərqli olsun deyə bundan bir dənə götürdük. İndi hamısını Günay geyindirəcək, baxsın.
Əslində buna çox xoşum gəldi bu rəngi. Bu rəng almışam Məlikə. Biz sportivni deyirik də, dəst paltar evdə giyməyə. Tünd yaşıl almışam. Ona görə də bu da yaşıl olmasın. Ona görə bir dənə də belə götürürəm. Əslində qara da xoşum gəlir. Nə bilim belə götürürəm. Uşaq da qara neynir? Əslində qara da qəşəng deyil. İmkanım ola birini də qara götürsəm da bəla. Məlik, nənən qurban? Pişiyini qurban. Balama bu rəngdir, yaşıl. O da yaşılın açığı. Ona görə ondan götürdüm. Yoxsa bunlar da qəşəngdilər. Elə mən bundan götürdüm də xanımlar, korичневini. Məkiyaj görək. Çox qəşəngdilər ya xanımlar. Elə çıtay-çıtay deyirik. Buna baxın, bu da 24-50. Hamısı qəşəngdir. Mən düşlü yerindən qurban. Hə, Məlikə bundan götürdüm mən. Qiymətinə görə yox, elə hansına xoşum gəlir, onu götürürəm də. Bunun məsələn ayağı belədir. Məsələn belə ayağı, uşaqlara ayağı belə yaxşıdır xanımlar. Ki belə də sallanmasın, eləməsin. Qara da qəşəngdir amma. Məkiyaj görək nənə qurban. Baxaq görək, aslında balama batinka da gəlmişdi almağı. Penjamaya çox xoşum gəldi. Əslində penjama istəyərəm, birini də götürək. Niyə? Çox dəyişəkli geysin də. O birlər balacadır axı. Nazikdir axı. Balamınkilər nazikdir, incədirlər belə. Yolla belə də incə deyirlər, biraz bundan qalındır. Amma qışa bunlar qəşəngdir. Niyə? Gəlinə bax, deyirəm alım, deyir yox. Görpəşə birini də mavisini götürək. Hə? Bir necəsə. Amma qəşəngdir, hə Günay? Bir dənə yaşıl, bir dənə də mavi. Məlik, nənən qurum, belə dayan şəklimi çəkim. Xanımlar, baxın buna. Hə, yaxşı, orada da dayan çəkim, orada da dayan çəkim. O tərəfdə dayan çəkim. Sənə mən qurban olarım. Geri mama geyindirsən, baxaq görək necə olur olar sənə. Ay Allah, nə qəşəng. Bu rəng bunlar qız üçündür, yəqin ki. Xanımlar, gözəldilər. Mənim aşağıdan izləyən xanımlar, gəlin sizdə. Aycan. Məlik, keş görək nənən qurban. Keç, mən oradan yox, buradan. Vay, sən keç, mən götürəcəm, eyb yox. Eyb balam. Canım balam. Şuna geyindir də, Məlikə geyindir, baxaq. Gəl mama geydirsin. Batinkalar da var. Ha. Balama böyük olar bu. Get mama geydirsin. Məlik, geyin, nənə də gəl baxa. Xanımlar, bunu istəyirəm götürüm. Bu dəst geyim ki götürdüm. İndi geyinəcək çəkəcəm, baxın. Onunla istəyirəm dəst. İndi hələ qışa batinkalarım da balama. Qiymətini göstərim. Yerim bana 80 qəpik. Bax, nəyə bax görüm. Xanımlar, elə bil ki, mənim balam üçün bu penjamaları gətiriblər. Sənə mən qurban. O götürdüyümüz böyük oldu. Onu verdik, ondan ikisi ölçünü götürdük. Dedik, geyindirək, baxaq da. Hə, bu oldu. Nənəsi buna qurban. Balam biraz kefi yoxdur, rahatsızdır. Bu şeyə qurban olum. Yoruşdu mən balama, mənim körpəmə. Baxsın, görsün nənəsini. Həyatım mənim. Həyatım mənim. Maşallah, hər şey də var, xanımlar. Hər ölçü uşaqlar üçün var. Sənə qurban olum. Məlikin kefi yoxdur deyə. Mən belə dur görüm, nənən qurban. Üstü xanımlar, belə hələ boldu. Altı elə bir balacadır. Bu indi geyindi. Bir-iki dəfə geyindi, da qış oldu. Bu geyməyəcək ki, yazda heç bu olmayacaq. Şalvarı heç olmayacaq. Şalvarı elə bir qısadır. Deyir, forması budur.
Ay, arxa belə çevir nənən qurban. Arxasına. Dovşandı, nədir bu, ayıdır. Sənə qurban olum. Üstü də budur, xanımlar. Geyindirə, indi göstərəcəm sizə. O tərəfə get, nənən sən çəksin, nənən qurban. Bu ayaqqabı birini 25 geyindirmişik, birini 23 görə yansı yaxşıdır. Nəsə şal var, bilirəm, indi xanımlar izləyirəm modeli budur. Heç xoşuma gəlmədi. Mən belə dur. Üstü boldu, şalvar da qısa. Belə modellər var ya, mən heç xoşum gəlmədi. Məri, onu nə inirsən, nənən qurban? Bura gəl. Gəl görüm bura, gəl bura. Gəl sənə qurban olum. Günah yadından çıxıb, qalın maskı götürmüyor. Balamın ayaqqabısı zorla olurdu. Ona görə də kalqotkasının üzərindən geydirməyib corab. Belə də bilmirik, hansı daha yaxşı olar. 23 yoxsa 25. Məlik, gəl nənən qurban. Nene. Gəl görüm, gəl görüm. Gəl görüm balamsın. Hə, bu ayaqqabı hə, yaxşıdır. Dəyişdik, ikisi də 23 geyindirdik. Nə bilim, bala, bir şalvarınız xoşuma gəlmədi. Çünki üstdəkilər tökülür, tökülər materialda belə böyük kimidir. Əyninə böyük deyil ha. Bəyəm modeli odur. Cibində də budur xanımlar. Amma belə altını biləm. Bir atası bəyənməz. Yer bu nə də alıbsan uşağıma. Məli. Qoy qoyum cibinə də. Bu da bunundur. Nənəsi qurbu. Deyən. Məli, deyən. Aha, qoy belə qalsın. Qoy belə qalsın. Nene qoy baxsın sənə. Nene qoy baxsın sənə, Məli. Nənəyə bax, nənəyə bax. Nənən sənə qoy. Onu nə inirsən? Belə dur görüm. Qoy bunu da qoyun başıma. Nənə ilə marketə gedəcəyik, gələcəyik. Lazım olanda balama görə çıxacam, balam hava alsın. Məli, bir dəqiqə deyəm, qoy sənə baxın. Nənəyə bax. Balam hava alsın deyə marketə gedib gələcəyik balamla. Hər gün çörək almağa falan. Arxamı çevir baxın. Arxamı çevir. Sənə mən qurban olum. Ay Məli, belə dur görüm. Həyatım. Ömrüm günüm. Göy, mən çox bəyəndim. Gəl. Gəl nənəm qurban, gəl. Sənə mən qurban olum. Gəl mənim həyatım. Gəl mənim ömrüm günüm. Xanımla o karisini götürdüm, dəs. O böyük oldu Məlikə. Məlikin ölçüsündə yoxdur. Xanımlar, keçən dəfə Məlikə belə at geyimi almışdım. Dedim, yadımızda çıxıb, kassada qalıb. Onun heç pulunu biz verməmişdik də, yadımızdan çıxıb, heç pulunu da verməmişdik. İndi götürürəm. 2.90 idi də. Tezdən götürürəm. Türkiyənindir xanımlar. Çox qəşəngdilər. Bunların böyüyündən də mən alıram. Yəni, çox qəşəngdilər. Boxerdir, sonra berraqdır. Bunlar ən qəşənglərdir. 2.90 qəpik. Keçən yadımdan çıxmışdı, indi götürdüm. Bir qara, bir sin rəng deyirik də biz onu. Bir də bu rəng. 3 dənə. Xanımlar, bu corablar da qəşəngdir. 2 tayin olsalar da. Amma çox qəşəngdirlər. İncədir belə. Qəşəng. Yəni, kalqotkanın üzərindən geydirməyə. Yəni, bir yerə qonaq gedəndə, həkimə gedəndə, yəni evdən çıxanda. Evdə qalınca olub geyinir. Uşaq kalqotkanın üzərindən geydiririk. Amma bir yerə getdiyimiz zaman, yəni incə geyindiririk də. Yəni, belə ola bilsin, qəşəng görünmür kameradan. Qiyməti də ucuz görünür, amma ki, 70 qəpik. Amma mənim çox xoşuma gəldi. Hərəsindən bir dənə götürdüm. Xanımlar, belə qəşəng corablar da var. Bunlar qalındır da, bunlar evdə geyinməyə. Bunlar evdə geyinməyə 3 manat 50 qəpik. Çox qəşəngdilər amma. Türkiyəndir bunlar. Bunlar Türkiyəndir. Qəşəngdir, hər qiymətə hər şey var. Mən kalqotki istəyirəm Məlikə.
Xanımla 5 manat 20 qəpik. Qəşəngdir amma bu balacadır da. Görək Məlikə görə var. Belə xoşum gəldi. Xanımlar, onlar qəşəngdir amma onlar xanım aslı balacadır. Üzərində də 1 yaş yazılır. 1 yaş yarım uşaqlar üçündür. Bu Məlikə görə o da, yəni amma xoşum gəlmədi. Bu biraz nazikdir, də sintetik fasondur. Amma onlar qəşəngdir. Xanım deyir hələ gələcək. Bax, bunların materialı qəşəngdir. Xanımlar 7 manat 50 qəpik bunların materialıdır. Hansı? Oğlan uşağıdır da. Bu klokundadır ya. Yox, bilirəm də, yəni rəngini deyirəm, la belə ağ Göylər də olmasın. var. Göy rənglər. Baxın görün. Neçədir? 5.50. Baxın görün. Xanımlar, qəşəngdir bu. Amma indi Məlik uşaqdır da, ona belə şəkilli falan qəşəngdir də. Ona görə bu sadədir, o yaşlı nənələrimiz, analarımız giyirdi, corablar onlar oxşadı. Amma onlar belə mişqalı, nə bilim nə, onlar xoşuma gəldi. Amma bu materialı qəşəngdir. Xanımlar, bu pijama da böyük oldu, amma xoşuma gəldiyi üçün götürdüm. Amma mavini dəyişdik. Bunu da götürdük. Bakın adı nədir, onu da götürdük. Geyimlərin 2 dənə corab. Belə. Kalbotka yoxdur, indi o bir mağazaya da baxacağım. Dur baxalım. Kurtu. 119 manat 40 qəpik verir sizə. Nə qədər? 119 manat 40 qəpik. Tamam. Tabii. Nəniyə tərəf gəl? Bunu mən özüm getdim tapdım. Xanım dedi yoxdur. Gətirdi. Xanımla biz gətirdik, böyük oldu Məlikə. Xanım dedi balacası yoxdur. Mən özüm getdim tapdım. Gəl. Sonra fikrimi dəyişdim ki, elə o biri geyim də bu rəngdir, bunun açığındandır, bu da. Sonra da nə bilim, balama qismət. Kassaya qoyulub, xanım da vurdu. Mən də dedim geydirək, heç olmasa baxaq. Məli, belə dur, görüm. Məli, belə bax. Məli. Bəni sən çağırır axı. Gəl görüm yaxınım. Gəl mənim tərəf. Xanımlar, o korичневini dəyişdim. Fikrimi dəyişdim. Çünki bir dənə yaşıl almışam evə geyinməyə. Bir dənə mavi də, mavinin tündü, göyün tündü almışam. Evdə geymək tək bir dənə sportivini almışam. Poliverləri, sviterləri var. Ona görə birdən yadıma düşür, məsələn, mən bayra geyməyə uşağım üçün almamışam axı. Ona görə o korичневini qaytarıram xanımlar. Onun yerinə bunu götürürəm. Yəni bu ev üçün deyil də, bu bayır üçün geyinməyə. Nünüsü, qurban. Belə. Qəşəngdir, bayır üçün geyinmək, içi də qalındır qəşəng. Bunun qiyməti xanımlar 29. 29.90. Hə, 29.90. Xanımlar. Çox qəşəngdir. Xanımlar, kapşonkalıdır, arxası da belə. İndi maması geydirəcək, baxaq da. Günay qalxıb yuxarı 2-ci mərtəbəyə. Öz üçün lazım olanlar almağa. Biz nənə bolu biz bir yerdəyik. Maması qalxıb yuxarı. Qalxıb yuxarı. Hə, bunu istəyirəm balama. Bayıra geymək üçün. Sonra da bir dəfə də birini alaram. Balam hara gedir ki? Əsas ev alıram. Nənə qurban, gerək ora. Gedək ora. Siz elə məhkum edib geydirsiniz? Bəli, geyindirəm. Hə, tamam. Gəlirsən, hə. Mama gəlir, gəl. Gəl biz gedək, mama gəlir. Geyindirəm. Hə, elə maması gəldi, eyb yox. Kes mama qurban. Nənə qurban, vay, mama qurban. Qarışdırıram. Balaca balamla Məlki qarışdırıram. Hə, qoy mama Yasmin geyindirsin. Xanım, onu götürmür, bunu götürüyor onun yerinə. Maması geydirsin, baxaq. O tərəfə çön, sənə baxım. Xanımla görə qəşəkdir. Nənəsi buna qurban. Görün, nə qəşəkdir. Bir yaxınca görək. Ona görə də xanımlar geyindirmədən bilmək olmur. Birini götürürdük, geydirdi ki, böyük olur. Ay, bura gəl görüm. Gəl nənə qurban, bura gəl. Sənə mən qurban olum. Ay Allah. Gəl bura görüm. Hə, böyle bir yerə qonaq gedəndə. İndi bir dəfə də birini alaram, bəsidir. Ara keçməm uşağım. Əsas evdir. Gözəl, bunu istəmirik də, bunu. Qərarımız bu oldu. Bunu xanım götürsün. Xanım, bunu götürün də, gözəl.
manat 50 qəpik. Ne kadar? 129 manat 50 qəpik. Hı, tamam. Gözle koymama gelsin. Yavaş yavaş. Ali ver nene, Ali ver nene. Can nene. Buyurun mağazaya da baxaq xanımlar. Balımı kalqot qalmadı mı? Əslində kalqotkası var. Şöyle qapaq alacaqdıq burada. Qapaq. Yadımdan çıxıb baxmamışam evdə qapaq var yoxsa yox. Deyə qoy nənə düşsün. Ay. Gəl görüm nənəm sənə qurban. Gəl görüm. Ömrüm günüm. Ali ver nənə. Gedək. Burada karat mağaza var. Ona görə uşağıma kalqotka. Keç, keç, keç. Buradan keç. Ay sağ ol. Buradan da keç. Tez keç. Tez keç görək. Gəl buradan baxaq görək. Gedək. Mən bu balama. Qəşəng olsun da ama. Keç görək məlik. Qəşəng. Qəşəng kalqotka olsun da. Türkiyən qəşəng. Can, güzgüdə gəlib özünə baxır, özünü tanıyır. Can, xanımlar yox deyir. Sadədir, mən də sadə istəmirəm. İndi bu uşaq da balacadır, bir şiqalı zad istəyirəm. Bunlar da Türkiyəndir. Bunlar yəqin böyüdür də bu qiymətə, hə? 800 lira. İndi uşağa görə sadəni verin baxım da, bəlkə bəyənəcəm. Xanım. Görürsünüz, qız uşaqdır, üzündə var. Oğlanda da olsun da, mişqadan zaddır. İndi uşağa görə baxım da, bəlkə bəyənəcəm. Can bildi mi? Prosta bilirəm də, burada yoxdur onlardan. Mən bildim necə. Yox, heç sadə olsun da, baxın, bəlkə bəyənəcəm. Uşağın ölçüsündə. Yavaş-yavaş yıxılarsan. Cənnə nə qurban? Yox. Sən mənim qızıma baxmışdın. Xanımlar, sadəsini götürmək istəyirdim. 6.60, amma o da olmadı, böyüdü də. Məlikə görə yoxdur. Hələ yəqin gəlməyib də mallarım samsan. Fəslə uyğun olaraq. Məlik gəl, nənə gedir. Qəşəng geyimlər var. Geyim nənə qurban. Sonra gəlib alarıq da. Bir də çıxanda baxarıq. Ay Məlik, bir şeydir, bir şey. Bir şeydir, bir şey. Sənə qurban olub. Can, mama da baxır da, mama da görür səni. Sənə mən qurban olub. Mən Əli ver nənə, Əli ver nənə. Böyle ucaq tripod lazım deyə mənə. Keç görək. Hə deyirəm, alacam, alacam. Ala bilmirəm. Alacam inşallah. Gəl. Qapaq almalıyam xanımlar. Heç evdə baxmadım, qapaq var. Görək, bəs hanı burada mağaza var idi? Vay, bağlanıb. Vay, vay. Heç evdə baxmadım ki, qapaq var, yoxdur. Dedim alım da, vay vay. Mağazada maşetdə olar da yəqin ki. Bilmirəm, banka vaxtı deyir axı. Vay vay. Pis oldu. Bəli. Burada da məscidimiz. Cümə məscidi yuxarıdadır, bura bazar məscidi deyirlər. Bura bazar məscidi deyirlər. Nənəsi qurban. 5 metr yol gedə bilməyən adam Məlikə görə nə qədər yol gedirəm. Məlik Məmmədə görə nə qədər yol gedirəm. Heç qəşəng də deyil, bir modelli qəpik. Qırmızı soğan var idi bir də. Göyərti alım. Bu da 1.20-yə. Heç xoşuma gəlmədi. Tərxan. Qəşəngdir amma təzə. 1.50-yə. Buna apar ver mamaya. Tez ver ya. Gəl nənə qurban. Qəşəng tut. Ay sağ ol. Sənə qurban olum. Tez ver gəl. Ver mamaya gəl.
Apar, 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 apar. Apar. Ha, onu da apar vermemiye gel. Tez nenen qurban. Hanımlar, bu 1.20'yədir. Bu 1.50'yədir. Heç buna da xoşum gəlmədi. Bu yaxşı olar. Bu yaxşı olar, 1.90. Bu yəqin süfrəlikdir, hə. Ha, bu süfrəlikdir, 3.50. Amma 1.90 yaxşıdır. Komforta 1.90 yaxşıdır. Bundan alırım. Sağ ol, xarablarını yıxma. Bircan bax, bax. Hə, ağıllı ol, hə. Qabaq tərəfdən yıxacaq. Can mənə, can mənə. Mandarinler tamam, 1.50. Bak, qəşənglər 2.20. Bunlar 1 manatdır. Hər olublar, dadı duz olmazdı. Bunlar da 1.50 xanımlar. Məncə elə bu da 1 manatlıqdan da seçiblər, yaxşıları qoyublar 1.50. 2.50-yə də var. Məncə komfort edəndə nə olur? Dadı gərək qəşəng olsun axı. İstəyirəm 2.50-dən alam. Xanımlar, bunlar 2.50-yədir. Seçim yaxşılarını 2 kilo götürün. 2 kilo feyfa, 2 kilo heyva, 1 kilodan var. Amma seçim içindən qəşənglərini də götürdüm. 2 kilolar da çəksin, baxsın. Kes buradan kes. Hə, seç gedək, gəldik bu bir mağazı. Hə, alacam, mənim balam üzüm xoşu. Elə yox, yox, yumamış olmaz, yumamış olmaz. Alacam. Kes. Daya, alıram da, kes, seçirəm. Sən əl vurma, mən götürdüm, nənə qurban. Alıram, mən alıram. Paket ver, nəniyə paket ver, yığaq, paket ver. Paket ver, o paketi, ay sağ ol, onu gətir. Gətir nənə qurban. Hə, gətirim, nəniyə gətir. Mən ki alma aldım, o tərəfdə almalar aldım. Buradan üzüm aldım, mandarin aldım. Nar istəyirəm, narlar qəşəng nar yoxdur. Qəşəng nar yoxdur. Bilmirəm niyə qəşəng nar yoxdur. Orada da elə. Buradakiləri. Heç qəşəng deyir. Xanımlar 1.50-dir. Böyle yaxşıdır. İndi bilməm də hamısı elə çıxacaq yoxsa yox. Komport üçün edirəm də, bundan alıram. İnşallah ki seçim xarabları olmasın. Evdə də var, 3-4 dənə də evdə var. Orada da var 2.70. Amma elə o da bunu oxşuyur. Bunun biraz böyüyündəndir də. Görüm yaxşıları seçə bilsəm seçim. Məlik gəl nənənin yanına. Gəl meyvələri saxla. Al. Cünə bizi ayırda gözləyir. Bunları saxla. Aha, saxla. Sən saxla da. Mən saxlayayım. Hayır, şu an ay sənə qurban. Sizinlə deyəcək. Gəl bura. Mama bayırdadır. Hanımlar, bunlardan seçirəm 2.20 olanlar. Heç qəşəng böyürləri. Narın bəyən vaxtı keçdi ki. Hamısına baxırsan xarabdır. Bundan seçirəm alım. Baxın, hamısı xarabdır. Əlimi vururam, yumuşaq xarab. Ancaq seçmişəm içindən. Heç bilmirəm necə çıxacaq bunlar. Evdə yaxşı var 3-4 dənə. Heç xoşuma gəlmir. Mən gedək. Gəl gedək, gəl buradan gedək. Çık. Azam verilir, azam sahibi. Köməyimiz olsa çıx. Keç, mən gəlirim. Əli vermən. Bez alaq sənin üçün, bez. Xanıma qoysun ora. Bir xalıya qoysun ora.
Ha, bir xalıya qoysun. Ver. Yox, getmir, inşallah pulun verməm, bir şey yox. Yox. Gəl. Gəl buradan, gəl buradan. Xanımlar, sərdən marketləri gəzirik, qapaq yoxdur, dəli olmuşam. Bəs mən komport edəcəm. Gəlmiş axır burada tapmışıq. Can nənə, gətir, sən kömək elə mənə yığım içinə. Aç bunu. Yığım içinə, tez yığ. Mən tutmuşam, sən də yığ. Tez. Aha, gəlin. Ben koyamam. Balama yol verin, zəhmət olmasın. Sağ ol. Yıxlarsan deyəmən, nənə gəlir. Ay, sağ ol, gedək. Burada nənəsə xırdalıqdır yerdə. Gözlə nənəni, Məlik. Məlik. Bunlar nə qəşəngdir. Limon zat doğrayıb yığmağa nə qəşəngdirlər. Qəşəngdirlər. Xanım, bunlar neçədir, xanım? Bu neçədir belə? Xanımlar, 1 manat. Şüşədir. Çox qəşəngdir. Limon doğrayıb qoymağa soyuducuya. Nənən qoyub gedimsən. Ayıb olsun sən. Yox, bu ısındırarsan, bu şüşədir. Yox, bu şüşədir, olmaz. Yox, şüşədir. Yaxşı, ehtiyatla. Bu tərəfə, yavaş. Bu tərəfə, ay bu. Bu tərəfə. Bax belə. Çək görə, çıxılı kişi. Yavaş, Məlik, qaça yox. Qaça yox. Ali ver nənəyə. Sən tək gedə bilmirsən. Ali ver nənəyə. Amma o mez aldım. Ali ver nənəyə. O mez aldım. Gedək. Gedək oradan taksi tutaq gedək. Günay bizi gözləyir. Gəl. Gəl taksi tutaq gedək. Gedirik evə. Qapağa görə yuvandıq, mağazalar gəzirdik. Oğlum da zəng üstündən, hardasınız? Məlik, şüdür də mənim balam, nənəsi ilə gəzir, qapaq axtarır. Sönə mən qurban olum. Mənim kişi balam. Sönə qurban olum mən. Yoluna tərəf. Aşağıda məni izləyən xanımlar, 3 mərtəbə Cümə məscidinin yanında, Cümə məscidi ilə üzbəüz. 3 mərtəbə ticarət mərkəzi, yəni oradan alış-veriş etmişik. Xanımlar gəlmişik evə, yəni çoxdan gəlmişik. Gəldik, namazımı qıldım, yeməyimizi yedik. Nənəsi Qurban Məlik mənləndir. Günayla da yoldaşı. Film izləyirlər, kino, serialda nədirsə, xarici kinoda onu izləyirlər hər gün. Dedim, elə göstərim sizə, sonra bunları Günay yuyacaq, maşına atacaq, yuyacaq. Ən çox xanımlar bunu sevdim, xoşum gəldi, bunu götürdüm. Sadəcə bu böyük oldu, bunun balacası yox idi Məlikə. Dedim, eybiyonu olacaq, onu da payızda giyinər. Mavisini də götürdüm, mavisi oldu əyninə. Hamısını bir-bir geyindirdik. Günay'a dedim, geyindir, baxaq. Yəni, belə bilmək olmur. Alırsan sonra, belə baxırıq, deyirik, balaca olar, amma geydirik ki, böyükdür. Və yaxud da deyirik, böyük olar, geydirik ki, balacadır. Yəni, geyinmədən bilmək olmur. Bu elə indi əyninə görədir. Hələ biraz da boşdur. Çox xoşum gəldi. Günay da çox bəyəndi.
Görürsünüz, içində göstərim. İndi də bəzi xanımlar deyəcəklər ki, 2 tay məhsullarını alıb. Xanımlar, deməli, valla Türkiyə məhsullarından elə bunlar baha idilər. Heç bilməzdim ki, 2 tay məhsulları belə qəşəng olur. Heç Temudan necə sifariş edirlər, mən onu bilmirəm. Demək ki, Temudan elə belə məhsullar sifariş edirlər də xanımlar. Bunun da əslində indi geyinə bilər, amma biraz belə boş oldu da xanımlar. Əslində geyinə bilər. Vardı, 2 dənə də pijaması var, trend yoldan vurmuşam. Onları geyinər, bunu geyinər. Bu da qalar payızda geyinər. Ya nə bilim, istəyər geyinər. Bunlar da keçən dəfə dedim qaldı, deməli, kassada mən elə bildim pulunu vermişəm, amma yox, pulunu sonra çekə baxdım ki, pulunu verməmişəm heç. Bunları elə sonradan qoymuşuq. Bunların heç vurulmayıb, qiymətin də, yəni pulu da çıxılmayıb, elə özü də yadımızdan çıxıb. Bunlar xanım, keçən bir xanım tərifləyirdi, bu xeyr. Odur. Yaxşıdır bu. Mən bunu almışam. Yəni böyüklərindən almışam. Sonra berrak. Daha çox berrak mən alıram. Bu da yaxşıdır. 2.90 da. İndi bundan da baha nə olacaq uşaq üçün. Bu da dəstədə xanımlar, gördünüz. Cibinə belə qoyublar uşaq içində. Yəni oynatsın, neynəsin. Axırda yəni xoşumuza gəldi. Mən əslində bunların içi belə qalınından istəyirəm həyətdə. Məli həyətə çıxanda eləyəndə geyinsin. Belə. Bu da şalvarıdır. Nəsə şalvarı çox xoşuma gəlmədi. İndi model elədi də. Nənə, mama. Can nənə. Gəl mənim yanıma. Bu da ki, gördünüz də xanımlar. Bu da belə. Deməli ki, geydirəndə, bir yerə gedəndə görəcəksiniz də. Bunlar da xanımlar. Bunu almışam belə bayraq geyinməyə də. Bu belə. Nənəsi buna qurban. Qalındır çox. Bunun içi qalındır. Bu da belə çox qəşəngdir xanımlar. Çox qəşəngdir. Bu da papağı. Bu da arxası. Bu bitişikdir. Nənəsi gücü çatandan, pulu çatandan. Amma sevgi ilə gedirəm, sevgi ilə alıram. Əziyyətlə gedirəm, əziyyətlə gəzirəm, mən üçün çətindir gəzmək, baxmaq, hamısı balam üçün, hər şey balam üçün. Belə. Yəni, maddi dəyəri az ola bilər, amma bunların mənəvi dəyəri çoxdur. Vallahi heç özüm üçün heç yerə getmirəm, heç 5 addım da gedə bilmirəm, getmirəm. Amma Allah Taala güc verir balalarım üçün, gəlinim üçün, nəvəm üçün, yəni gedirəm, edirəm. Bəs mən etməyəndən sonra kim edəcək? Qədər. Xanımlar, çox yorğunam. Yəni, komfortları sabah edəcəm, həm də oğlum heç icazə vermədi. Dedi, sabah elə. 129 manat 50 qəpik. Balam sağlıqla giysin. Allah nənəsinə getirsin. Daha qəşənglərini alsın. Vallahi daha qəşənglərini istəmirəm, elə bəsimizdir. Bizim, yəni, bizim yox, ümumiyyətlə, hər birimizin gözlərimiz çox yüksəklərdə olmamalıdır. Elə bir cüzbi, belə deyirik, bir qism ehtiyaclarımızı qarşılarsak, elə bu bizim üçün yetərlidir. Önəmli olan bizim o dünyamızdır. Elə bu balam üçün bəsdir. Elə bir dənə balama kalqutqası qalıb, onu da alın bəsidir. Belə. Allah Taala bütün balaları qorusun, bütün nəvələri qorusun. Mən də nəvəm, balalarım onların içərisində, sizinkilər də onların içərisində. Nəvəsi olmayanlara da Allah Taala balalarından tezliklə nəvə şirinliyini onlara daddırsın. Kimin övladı yoxdur, övlad həsrətindədirsə, Allah Taala şirin payla da onları sevindirsin. İnşallah.